Dostlar, Facebook səhifəsində bir oğlunu şəhid olan ananın dilindən səslənən fikirlərə rast gəldim. Onu sizin diqqətinizə çatdırmağı özümə borc bildim. Məzun günü evə gəldi. Köynəyinə baxanda gördüm ki, yazıblar: "Səni görüm şəhid olasan." Anayam, ürəyim dağlandı, ağladım. Soruşdum, bunu kim yazıb, niyə yazıb? Dedi, dostu yazıb. Şulan əskər gedəcəyini biləndə evdə bütün paltarlarını, əşyalarını yığıb dost tanışlarına hədiyyə etmişdi. Elə bil hiss edirdi ki, daha geri qayıtmayacaq. Mənə gözdağı olacaq heç nə saxlamadı. Şulan çox dəliqanlı, kişi qeyrətli oğlan idi. Ailəcanlı, istiqanlı oğul idi. Aprelin 3-ü oğlum tərxis olunub evinə gəlməli idi. Onun yolunu necə həsrətlə gözləyirdim. Amma özü yox, buz kimi soyuq bədənini gətirdilər. İndi əziz dostlar, müharibədə minlərlə belə igid oğlanlarımızı itirdik. Ürəyi dağlı minlərlə analarımız var. Bu evlad acılarını onlara heç cür unutturmaq mümkün deyil. Onların yalnız bir təsəlliləri var ki, onların evladları hədər yerə yox, vətən uğrunda şəhid olublar. Şəhidlərin Allah məqamında da yerləri ucadır. Bizim isə borcumuz onlara dayaq olub mənəvi dəstək göstərmək, onların daim yanında olmaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.